daha güclü olmalılar. Siz son günlerde bilirsiniz ki bu BBC televiziyasının hem AİBA hakkında hem de Azerbaycan hakkında verdiği böhtan karakterli məlumatları təkzib eləmək, təbii ki bu onlar öz cavablarını alacaklar. Ne mənada ki adi bir hansısa bir kiminsə məlumatına əsasən qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək bu heç yaxşı şey deyil. Ona görə də onlar cavab verməlidirlər bu etdiklərinə görə və AİBA-da Azərbaycan Boks Federasiyası da əlində hər bir fakt var ki, bunların söylədikləri Boks Federasiyasına, Dünya Boks Federasiyasına, o cümlədən ayrı-ayrı adamlara atılmış böhtandır. Və bu baxımdan gərək boksçularımız da daha çox güclü çalışalar. Çünki bunlar sübut eləməlidirlər ki, onların söylədikləri hamısı cəfəngiyatdır. Dünya Boks Federasiyası son illər ərzində en çok güçlü, güzel imicə malik olan bir federasiyadır. Kiminsə kənardan onun imicinə ləkə yaxmağa bu günləri gücü çatmaz. Təbii ki ona çalışırlar, amma hər halda buna gücü çatmazlar. Çünki mən şəxsən Dünya Boks Federasiyasının prezidentinin haqqında en xoş sözlər deyə bilərəm və dünənki kongresin hesabatında demək olar ki, bütün ölkələrin, o cümlədən də İngiltərənin, hansı ki BBC yerləşir, Boks Federasiyasının prezidenti en yüksək sözləri Dünya Boks Federasiyası və onun prezidenti haqqında söylədilər. Ona görə də iki nəfərin, siz bilirsiniz ki, son vaxtlarda Azərbaycan haqqında bəzi qeyri-real şeylər göstərirlər. Bizi təəccübləndirən və təəssüfləndirən başqa momentdir. O momentdir ki, bizim yerli müxalifət qəzetləri və ya orqanları hər dəfə Azərbaycana qarşı olan böhtana, xaricdən olan böhtana bunlar da qoşulurlar. Azərbaycanın heç bir müvəffəqiyyətinə sevinmirlər. Azərbaycandan gedib medal alıb gətirirlər. Bunlar sevinmirlər. Hər vaxt ki görürlər ki, hər hansı bir xarici mətbuatda Azərbaycan haqqında negatif bir şey var, bunlar üçün çox sevimli bir məqamdır. Bunlar da həmən yalanlara qoşulub gedirlər. Onlar susandan sonra da bir neçə gün bunların mətbu orqanlarının belə deyək ki, qəzetlərini doldurmaq, səhifələrini doldurmaq üçün istifadə edirlər və ondan sonra da məsuliyyətsizcəsinə susurlar. Amma bu həmişə belə davam etməyəcək. Məsuliyyətsiz yazılar, İstər mənbəsi hardan olur olsun, o redaktorlar, o insanlar ki, o mətbu orqanların arxasında durur, çox ciddi düşünməlidirlər. Birincisi, əgər söhbət Azərbaycanın imicindən gedirsə, burada müxalifət iqtidar söhbəti ola bilməz. O da qalsın ki, idman sahəsində, o da qalsın Dağlıq Qarabağ və Ermənistan məsələsində, o da qalsın bizim iqtisadi məsələlərimizdə. Bu ola bilməz. Amma hər halda ataların bir yaxşı sözü var, yalan ayaq tutar, amma yeriməz. Bunu bir dəfə bilsinlər, bir dəfə də öz ağıllarına qoysunlar ki, onlar Azərbaycan vətəndaşlarılar, onları Azərbaycanın hər bir sahədə əldə etdiyi müvəffəqiyyət sevindirməlidir. Azərbaycan əleyhinə olan hər bir təxribat, hərəkət bunlar tərəfindən də pislənməlidir. Sağ ol.